Komplo teorisi hadisələrə və siyasi proseslərə yanaşma. Hazırlayan Yunus Şamili. Komplo teorisi veya korrupsiya nəzəriyyəsi yanaşma növüdür ki, hadisələr və dünyadakı böyük proseslər təsadüfi və ya təbii proseslərin nəticəsi deyil, əksinə güclü qrupların gizli planları və oyunları ilə idarə olunur. Bu yanaşma belə bir fikrə əsaslanır ki, müəyyən gizli qüvvələr, məsələn dövlətlər, transmilli korporasiyalar, iqtisadi və siyasi elitalar və ya gizli təşkilatlar hadisələrin arxasında dayanır və öz məqsədlərinə nail olmaq üçün manipulyasiyalar edirlər. Komplo teorisi kökləri və inkişafı. Bir mənşəyi. O, bu nəzəriyyənin tarixi kökləri olsa da, komplo teorisi anlayışı 1960-cı illərdə xüsusilə ABA prezidenti John F. Kennedy'nin öldürülməsindən sonra daha geniş yayılmağa başladı. O, bu anlayış ilk növbədə həmin dövrdə rəsmən qəbul edilən məlumatlara şübhə ilə yanaşanları ələ salmaq üçün istifadə olunurdu. 2. Əsas xüsusiyyətlər. O, gizli qüvvələrin fəaliyyətinə diqqət yetirmə. O, dövlət qurumlarına və rəsmi məlumatlara dərin inamsızlıq. O, görünüşdə əlaqəsi olmayan hadisələr arasında gizli əlaqələr axtarış. O, məhdud sübutlar əsasında fərziyyələri təsdiqləməyə çalışma. Komplo teorisinin geniş yayıldığı ölkələr. 1. Amerika Birləşmiş Ştatlar. O səbəb mədəni müxtəliflik, siyasi qütbləşmə və hökumətə inamsızlıq. O, burada Illuminati, Freemasonlar və ya 11 sentyabr terror aktları ilə bağlı konspirasiya nəzəriyyələri çox populyardır. 2. Rusiya. O səbəb tarixən senzura və dövlət təbliğat. Rusiyada rəsmilərin təqdim etdiyi məlumatlara tez-tez şübhə ilə yanaşılır. 3. Orta Şərq, İran və Ərəb ölkələri daxil olmaqla. O səbəb müstəmləkəçilik, xarici müdaxilələr və dünya güclərinə qarşı narazılıq. O, burada Qərbin, İsrailin və ABŞ-ın müsəlman ölkələrinə qarşı gizli planları barədə nəzəriyyələr geniş yayılmışdı. 4. Latın Amerikası. O səbəb ABŞ-ın regiondakı müdaxilə tarixi, sosial bərabərsizlik və siyasi elitalara inamsızlıq. 5. Şərqi Avropa. O səbəb keçmiş kommunist rejimlər dövründəki senzura və dövlət təbliğat. Bu nəzəriyyələrin yayılma səbəbləri. 1. Dövlət qurumlarına inamsızlıq. O, komplo və ya güc sui-istifadəsi ilə yadda qalan dövlətlərdə insanlar rəsmi açıqlamalara inanmaq əvəzinə alternativ izahları qəbul edirlər. 2. Sosial-iqtisadi bərabərsizlik. O, sosial bərabərsizliyin dərin olduğu cəmiyyətlərdə insanlar, güclü qüvvələrin onları sıxışdırdığına inanmağa daha çox meyillidirlər. 3. Tarixi müdaxilələr və müstəmləkəçilik. O, xarici güclərin müdaxilələrinə məruz qalan bölgələrdə bu nəzəriyyələr daha çox yayılır. 4. Sosial media. O, internet və sosial platformalar saxta məlumatların yayılmasını asanlaşdırır. 5. Mürəkkəb hadisələrin sadələşdirilməsi. O, insanlar mürəkkəb hadisələri başa düşməkdə çətinlik çəkəndə sadə və konspirativ izahlara üstünlük verirlər. Nəticə. Komplo teoriləri çox vaxt rəsmi mənbələrə və güclü qurumlara inamsızlıq, həmçinin dünyadakı mürəkkəb hadisələri sadələşdirərək anlamaq istəyi ilə bağlıdır. Belə nəzəriyyələr tez-tez siyasi qeyri-sabitlik, komplo və ya korrupsiya və xarici müdaxilələrin olduğu ölkələrdə geniş yayılır. Lakin bu nəzəriyyələr bəzən insanlara həqiqəti tapmaq hissi versə də, nəticədə yanlış məlumatların yayılmasına, daha çox inamsızlığa və cəmiyyət daxilində dərin parçalanmalara səbəb olur.